Hacıbaba Bağırov böyük və şərəfli bir sənət yolu keçmiş gülüş ustadlarımızdandır. Həm aktyor, həm müdür, həm Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, həm də xeyirxah bir şəxsiyyət kimi xalqımızın xatirəsində yaşayır. Hacıbaba Ağarızoğlu Bağırov. Gözəl güllər görəndə, xoşbaxt ellər görəndə, yarı gülər görəndə, vallahi adam qocalır. Hər insanın taleyində, ömründə sevimli günləri olur, əziz günləri olur. Mənim üçün də 12 iyun ən xoş günlərimdən biri idi. Ona görə ki, bugün Hacının doğum günüdür və biz o günləri hər zaman, bütün illərdə o qədər sevgi ilə, o qədər sevinclə qarşılayırdıq ki, hətta Hacının bir xasiyyəti var idi ki, o hədiyyəni bir neçə gün qabaq mənə aldırırdı və öz hədiyyəsini özü seçirdi. Yəni mən özüm gedim nəsə onu alım, yox, biz bərabər gedirdik, o hədiyyəsini seçirdi və hövsələsi çatmırdı ki, mən o hədiyyəni ona ayın 12-si verim. Deyirdi, mənim hədiyyəm nə oldu? Ya 11-i gecə verirdim, ya onu verirdim, yəni 12-sinə qalmır. Sevən hər kəs görüşər, gözdən gözə ot düşər. Bu insanlıqda heç paxıllıq adında bir şey yox idi. Ancaq bəzən olurdu ki, küsürdü. O da bilirsiniz bir neçə dəqiqəlik küsürdü, həmən də yadından çıxardırdı. Gözdən gözə ot düşər. Ailə üçün məncə çox qısa bir ömür sürdük. Bu 7 ilə yaxın idi. Bu məncə gözəl bir ailə üçün çox az idi. Ancaq Allah Hacıya hər şeyi bəxş etmişdi. Sənətin zirvəsində idi. Siz Charleston oynayırsınız. Əmr etsəniz, Seygahda oynayaram. Come on, everybody! Clap your hands! Oh, you're looking good! I'm going to sing my song. It won't take long. We're going to do the twist and it goes like this. Come on, let's twist again. Like we did last summer. Yeah! Məncə bir insana, bir aktyora nə lazımdırsa, hamısını almışdı zamanında. Dövlət olduqca çox qayğı göstərirdi ona. Son dəqiqələrinə qədər hər zaman bizim dövlətimiz ona olduqca çox qayğı göstərirdi. Vallahi adam qocalmaz. Qocalmaz, qocalmaz. Vallahi adam qocalmaz, qocalmaz. Ay qocalmaz. Ən böyük arzularından o idi ki, Şöləni 1-ci sinifə aparsın. İnandırım sizə ki, səhər duranda da, axşam yatanda da deyirdi ki, ay Allah, mənə möhlət ver, bu balamı 1-ci sinifə aparım. Amma təbii ki, hər şey bir başqa cürə oldu. Sevən hər kəs görüşər. Qəzetdə nə yazırlar? Mən nə bilim nə yazırlar? Bəs oxumurdu? Hə, oxuyuram, oxumuram. Sənə nə var? Sürüş burada. Kərimov, arxamca. Hacıbaba belə bir sənətkar idi ki, onun adı artıq qızıl hərflərlə Azərbaycan incəsənət tarixinə yazılıb. Nə qədər teatr, nə qədər televiziya varsa, Hacıbabanın da ruhu yaşayacaq. Gözəl insan, gözəl aktyor Hacıbaba Bağırov səhnədə sevə-sevər obrazlar yaratdı. Sevə-sevə yaşadı və bütün ömrünü teatra, bu məbədə həsr etdi. Onun həm mavi ekranda, həm də səhnədə oynadığı rollar əbədi olaraq öz tərabətini qoruyub saxlayacaq. Sevgilim, könül verib yaşat məni sevgilim. Könül verib yaşat məni sevgilim.